Boşanmağı eğer rahat hayat yaşamak için sevgilim olsun, Qalenvagin nədir, onda gəzim, barlarda süləniyim deyirsinizsə, sizi bir tapıb saçınızı başınızı yolmaq lazımdır. Boşanma keyfən veriləcək bir qərar deyil. Heç bir qadın, mən inanmıram ki, isti yuvasından, o illərlə uşaqlıqda o gənc qızkən qurduğu xəyalları bir anda puç etməyə çalışsın. Məcbur qalıb boşanırsan. Kimisi boşanmır, ömür boyu həyatını qurban verir. Amma bunun da qarşılığı nə olur? Gələcəkdə gəlinim olsun, yaxınlarım olsun, əsas da gəlinlərə, bunu yaşayanlar bilir. Mən səbr elədim, sən niyə səbr etmirsən? Mən belə əzab çəkdim, sən niyə əzab çəkmirsən? Mən bunu öz qaynanamdan, yəni keçmiş qaynanamdan eşitmişdim ki, mən evlənəndə ilk qaynanam bizə demişdi ki, əgər bir gün mən deyinən bir qaynana olsa, məni balaca koma vardı, oraya yerləşdirirsiniz, ağlamışdı. Mən də oturub onunla ağlamışdım. Mən dedim ki, nə olursa olsun, mən onu buraxmaram, yəni heç bir zaman. Amma o qaynanam bəlkə də özündən aslı deyildi. Mənim o zaman ex yoldaşım, indi başqasının yoldaşdır, ona görə mənim yoldaşım deyil, İraq olsun. O zaman o mənimlə gülürdü, qaynanamın acığına gəlirdi. O məni döyəndə qaynanam sevinirdi. Halbuki əvvəl elə demişdi. Halbuki qaynanam 30 il ət çəkən maşın var, onunla döyülmüşdü. Əzab çəkmişdi, o məni gərək anlasaydı, elə deyil, xeyr. Acığına gəlirdi. Məni vuranda mənim migrenim tuturdu, mən ağlayırdım. Deyirdi, niyə ağlayırsan? 30 ildir döyülmüşəm. Sənə 2 dənə şillə dəydi. Ölərsən. Bax, belə qızların həyatını məhv edirlər. Mən acı çəkmişəm, sən də çək. Sən məndən mənə deyirdi ki, sən prinsesasən, sən göydən düşübsən. Bunları yaşayanlar bilir. Ona görə söz cümlədən cümləyə atladım. Belə uyğun gördüm. Yəni, heç bir qadın keyfindən boşanmaz. Məcbur qalıb boşanar. Və boşanandan sonra da elə düşünməyini, filan kəs məsələn, qəşəng yaşayır, mən də boşanan kimi güllük gülüstan. Xeyr. Bunu sizə deyirəm. Bəzi qadınlar var, bax, sizi tutub saçınızı, başınızı yolaram. Boşanmağı başqa məqsədlə edir. Elə ilk mən sizin üzünüzə tüpürərəm. Rahat yaşamaq üçün. O da məncə az sayda 1-2 nəfər olar. Boşanır ki, rahat yaşayayım, rahat qəllət eləyirsiniz, başınızı divardan divara vurursunuz. Məcburiyyətdən əzab görüb, daha bezib, nəfəs almağa çalışan, bax. Qadınlar boşanandan sonra başqalarının yanına gedim, sevgilim olsun, mənə pul xərcləsin, filan deməz. İş tapmağa çalışar, oxumağa çalışar. Mən özümdən götürürəm. Mən boşanmış bir qadınam. 12 il əvvəl boşanmışam. İndi boşanmamışam. Bəzi cahillərdir ki, boşandı, günə çıxdı. Mən 12 il əvvəl boşanmışam. Universitet sonra oxumuşam, magistratura oxumuşam, akademiya oxumuşam. İndi maşallah artıq oxuduqdan sonra indi özümə zaman ayırıram. Bütün zamanımı kitablarıma, uşağımın böyüməsinə, işləməyə ayırdım. İndi bəli deyirsiniz, indi günə çıxıb. Bəli, daha bir zəhmət diplomlarımı almışam, bu qədər əziyyət çəkirəm, işləyirəmsə, indi qəşəng bir özümə baxım eləməliyəm, saçımı istədiyim rəngə boyamalıyam. Təbii ki, istədiyim yerlərə getməliyəm, istədiyim şeyləri geyinməliyəm. Mən ağlını uyğun şəkildə idarə edə bilən bir qadınam. Nəyi necə etdiyimi, harda nəyi danışmaq gərəkdiyini bilən bir qadınam, maşallah. Ona görə bunu mənim haqqım var sizlərə deməyə ki, boşanmağı əgər rahat həyat yaşamaq üçün sevgilim olsun, Qalenvagin nədir, onda gəzim, barlarda süləniyim deyirsinizsə, sizi bir tapıb saçınızı, başınızı yolmaq lazımdır. Qələtivizə eləyin, oturun yerinizdə. Mən həmişə qadınları savunmuşam. Zəhləm getmişləri belə qorumuşam, nə olursa olsun qadındır deyə. Amma haqdır. Məcbur qalırsan, daha əzilmək istəmirsən, boşanırsan, başa düşürəm. Elə əcəb eləyirsən. Hər birimiz həyata bir dəfə gəlmişik. Kimsənin qulu olmaq üçün gəlməmişik. Nə kişilər, nə qadınlar. Əzab görürsənsə, verdiyin hörmətin qarşılığını görmürsənsə, təbii ki, boşana bilərsən. Amma boşanandan sonra gözləmə, həyat güllük gülistan olacaq. Elə bir dünya yoxdur. Əziyyət çəkəcəksən.
Bəzən bezəcəksən, bəzən özündən şübhə eləyəcəksən. Görəsən boşanmaqda düzmü etdim, səhvmi etdim? İnsanlar səni günahlandıracaq. Özü o çuxurdan çıxa bilməyənlər əsasda ən üzüldüyüm budur. Səni günahlandıracaq. Çünki özü axı xoşbəxt ola bilmir. Sənin də xoşbəxt olduğunu istəməyəcək. Səni manipulə edəcəklər. Sənin əxlaqına söz deyəcəklər. Bir yerdə güləcəksən, deyəcəklər, aha, fingir. Amma sən özün bilirsən. Vəssalam. Yeri gəldində haqqını qoru, yeri gəldində də sakit qal, denə hürsünlər. Zamanında, dozunda elə. Və çalışın qızlar, oxuyun. Tək universitet deyil. Bir sənədiniz olsun, bir ixtisasınız olsun. Nə bilim, parixmaxır ol, nə bilim, dırnaq ustası ol, nə bilim, dizayner ol. Başqa, yəni sən hansına sənin ürəyin yatırsa, rəqqas ol, rəqs müəlliməsi ol, idman müəllimi ol, trener ol. Yəni nəyə gücün yetirsə onu et. Oxuyun. Oxuyan qadınlar, bilinçli bir şəkildə oxuyan qadınlar gələcəyi qurtaracaq. Oxuyan qadının uşağı da əvvəl-axır onu oxşayacaq. Düzdür, heç birimiz tam-tamına valideynlərimizə oxşamırıq, amma yenə də başqa yolu düşünmə. Onun sonu çuxurdur, bataqlıqdır. Elə yol qəşəng olsaydı mən çoxdan o yolda olardım. İndi çoxunuz mənə hörmət etməzdiniz. Rahat yol asandır, amma rahat yol 5 gün, 10 gün sürər və heç bir zaman sizə dəyər verməzlər. Elə özümdən gətirirəm. Mənə deyəndə niyə çox qanunlarım var, qaydalarım var? Deyirəm ki, mən istəmirəm gələcəkdə desinlər ki, kimin qızı idi? Nərgizin qızı idi. Anası Allah iraq eləsin. Gündə biri ilə gəzirdi. Qəllət eləyərlər onu, biri mənə deyər. Qəllət eləyər, başını divara vurar. Mən istəyirəm ki, qızım böyüyəndə desinlər ki, Nərgiz Mahmudzadənin qızı deyə, Nərgiz müəllimənin qızıdır. Şükürlər olsun ki, bu yaşıma qədər elə gəlmişəm. Allahın inşallah gücü sayəsində elə də gedərəm. Və nə qədər də gücüm var, ömrüm var, ayaqda durmağa çalışan insanlara, qadınlara, gənclərə, qızlarımıza mənəvi də olsa dəstək olmağa çalışın. Sevirəm sizi. Bay bay.